Azərbaycan xalqı, siz başa düşürsünüzmü mən nə demək istəyirəm ümumiyyətlə? Bu peyin başınızı bir işlədirsinizmi? Yəni baş var, ölkənin 70-80%-ində ümumiyyətlə baş yoxdur. Baş qalıbdı. Mənim dediklərimdən bunlar nə başa düşəcək? Başa düşmək üçün də namus, qeyrətə gəlmək lazımdır. Bizim tələbələr də çıxıb bambılı kimi oynayırlar. Qınamayın. Rüşvətxoğlu müəllimin qoyun tələbəsidir. Ondan artıq olmayacaq. Çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qaldı.